Türk Hava Yolları İrana uçuşları 20 mart tarixinə qədər dayandırıb. Azad İran Telegram kanalına istinadla xəbər veririk ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu sosial media hesabında məlumat verib. Bugündən etibarən Türk Hava Yolları AJet, Pegasus və Sunexpress tərəfindən həyata keçirilən İran, İraq, Suriya, Livan və Yordaniyaya uçuşlar 9 mart günün sonuna qədər dayandırılıb. Bundan əlavə Pegasus 12 marta qədər, Türk Hava Yolları isə martın 20-sinə qədər İrana uçuşları cədvəlindən çıxarıb. Hələb istisna olmaqla İran, İsrail, İraq, Qətər, Bəhreyn, Küveyt və Suriyanın hava məkanı bağlı qalır. Oman, Yordaniya və Səudiyyə Ərəbistanında qismən uçuşlar davam edir. Birləşmiş Ərəb Əmirliklərində isə hava nəqliyyatı nəzarət altındadır və məhdudlaşdırılır deyə nazir bildirib.